Mənası yox imiş bu son görüşün. Həvəsim də yoxdur, dinəm, danışam. Deyirsən bağışla, amma bir düşün, mən sənə ömrümü bağışlamışam. Bax, bu misraların indi açıqlamasını ver bizə. Bu mənim yazdığım şeirlərdən biridir və elə bir bənddir. Bir dəfə fikirləşirdim ki, öz-özümə ümumiyyətlə bir insana hər şeyini verirsən, bir insana, belə deyək, insanın verə biləcəyi ən vacib məsələlərdən biri zamandır. Yəni ona vaxtını, ömrünü həsr edirsən və həmin insandan hansısa bir səhv hərəkəti, xəyanəti görəndə o gəlib sənə bağışla deyəndə fikirləşirsən ki, bundan artıq ona nə bağışlaya bilərsən ki? Yəni? Artıq ən xoş məqamlarını, ən gözəl anlarını ona qurban vermirsən, bağışlamısan və elə o bir bəndlə kifayətləndi. Mənə elə gəlir ki, bir insana əgər ömrümüzü vermişiksə, sonradan onu bağışla demək artıq mənasını itirir, qüvvəsini itirir.